Salam hörmətli izləyicilər. Bildiyiniz kimi Sovet İttifaqı ilə Finlandiya arasında olan müharibə 1939-cu il 30 noyabrda baş verdi. Belə ki, Sovet İttifaqı 21 diviziya Finlandiya ərazisinə yeritdi və 450 min nəfər əskər və zabit Finlandiyaya qarşı müharibəyə başladı. O zamanlar deməli bu halda xarici dövlətlərin deməli iradı nəticəsində isə o dövrdə SSR Xarici İşlər Naziri vəzifəsində çalışmış Vyacheslav Molotov isə onlara bildirdi ki, Sovet İttifaqı Finlandiyanı və paytaxtı Helsinkini bombalamır, əksinə orada olan az insanlara hətta humanitar yardım paylayır. Və Finlandiya hökuməti bu hücum qarşılığında bir daha bildirdi ki, Sovet İttifaqı ilə Finlandiya arasında 3 müqavilə var. Onlar bu müqaviləni kobud surətdə pozaraq bizim ərazimizə soxulmuşlar. Bu müqavilələrdən biri 1920-ci ildə bağlanmış Tartu müqaviləsi idi. İkincisi 1932-ci ildə bağlanmış Sovet İttifaqı ilə Finlandiya arasında olan bir-birinə hücum etməmək haqqında müqavilə idi. Üçüncüsü isə 1934-cü ildə SSR tərəfindən imzalanmış Millətlər deməli Liqası razılaşması idi. Lakin bunlara baxmayaraq deməli hücum davam elədi və bunun nəticəsində deməli Sovet İttifaqı zəbt elədiyi, işğal etdiyi Kareliya ərazisində deməli Kukla bir Fin Demokratik Respublikası yaratdı. Belə ki, müharibə başlayandan sonra da deməli Finlandiya ordusuna yeni baş qərargah rəisi təyin olundu və eyni zamanda Finlandiya hökuməti Millətlər Liqasına Sovet hökuməti haqqında şikayət ünvanladı və 14 dekabrda Sovet İttifaqı həmin Millətlər Liqasından kənarlaşdırıldı. Yaradılan o həmin Kukla dövlətinin başına isə deməli Kaolsen adlı bir nəfər gətirildi. Kukla dövlətinin də ömrü az oldu və beləliklə də orada işğal zamanı, hücum zamanı Sovet İttifaqının ilk işğal etdiyi bir kənd vardı. Tarayuki kəndi idi və həmin kənddə elə Kukla dövlətin adı verildi. Tarayuki dövləti adlandırıldı və həmin Kukla dövlətin də ömrü az oldu. Müharibədən sonra dağıldı. Əsl Fin xalqı özləri tərəfindən seçilmiş paytaxt Helsinkidə yerləşən legitim dövlətin arxasında durdular. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.